Bugün pendirli börek hazırladım. Bunun için bize lazımdır döner lavaşı, pendir ve sos. Sosa daxildir qatıq, duru yağ və yumurta. Hər üçünü qarışdırırıq. Lavaşları bir-bir sosla yağlayırıq. Üzərinə pendir səpirik və rulet formasında bükürük. Əvvəlcədən yağlanmış soba listinə düzürük. Sonra isə artıq qalan sosumuzu bütün börəklərin üzərinə tökürük. Çörək otu və yaxud da qara küncü səpə bilərsiniz üzərinə. Və sobada 180 dərəcədə üzəri tam qızarana qədər bişiririk. Çox dadlı və xırçıltılanacaq. Səhər yeməyi üçün əla seçimdir. Sizin də soyuducunuzda mənim kimi artıq qalan pendiriniz varsa, buyurub dəyərləndirə bilərsiniz. Крутят они, стараясь, вертят земную ось, чтобы влюбленным раньше встретиться пришлось, чтобы однажды утром, раньше на год или два, кто-то сказал кому-то главные слова.